Akne. Yəqin ki, tək bu söz belə bir çoxumuz üçün xoş olmayan xatirələr canlandırır. Gəlin etiraf edək, hamımız bununla üzləşmişik. Amma bu sadəcə bir dəri problemi deyil, çox daha dərin bir məsələdir. Bugün biz o köhnə, mənasız mifləri bir kənara qoyub, aknenin pərdarxası dünyasına, onun əsl elminə baş vururuq. Yəqin ki, bu sualı özünüzə dəfələrlə vermisiniz, elə deyilmi? Niyə bu qədər geniş yayılmış bir şeyin həlli bu qədər mürəkkəbdir? Əgər siz də effektiv bir çıxış yolu axtarışında yorulmusunuzsa, bilin ki, tək deyilsiniz. Gəlin, birlikdə bu mürəkkəbliyin kökünə enək və əsl həll yollarının nədən ibarət olduğunu anlayaq. Deməli, planımız belədir. Əvvəlcə aknenin gizli dünyasına səyahət edəcək, sonra əsl səbəblərin üstünü açacaq, kremlərdən həblərə qədər müasir müalicələri gözdən keçirəcək və sonda gələcəyin bizə nələr vəd etdiyinə baxacaq. Başladıq. Gəlin ilk olaraq bir şeyə aydınlaşdıraq və o köhnə fikri başımızdan ataq. Akne, gigiyena problemi, yəni çirklilik məsələsi deyil. Bu, dərimizin dərinliklərində baş verən bakteriyaların, hormonların və hətta genetikanın baş rolda olduğu əsl bioloji bir döyüş meydanıdır. Yaxşı, indi keçirik işin ən maraqlı hissəsinə. Gəlin pərdəni qaldıraq və görək, bu döyüşə əslində nə səbəb olur? Bax, bu 4 əsas faktoru başa düşsəniz, demək olar ki, effektiv müalicənin açarı sizin əlinizdə olacaq. Hazırsınız? Təsəvvür edin ki, dəriniz səs-küylü, həyatla dolu bir megapolisdir və bu şəhərdə milyardlarla mikroorqanizmi, yəni bakteriya yaşayır. Buna dəri mikrobiomu eyilir və bu şəhərin nizam-intizamı, yəni o mikroskopik dünyanın balansı, sağlamlıq üçün hər şey deməkdir. Və baxın, işin ən qəribə tərəfi nədir bilirsiniz? Günahkar heç də həmişə sandığımız kimi bu bakteriyanın özü deyil. Əsl problem bu şəhərdə, yəni dərimizdə pis qonşuların, yəni zərərli bakteriya növlərinin, ştamların hakimiyyəti ələ keçirməsidir. Balans pozulan kimi problemlər başlayır. Gəlin fərqə baxaq. O qədər aydındır ki, sağlam dəri müxtəlif bakteriyaların harmoniya içində yaşadığı sakit bir məhəllə kimidir. Akneyə meyilli dəri isə bir neçə zərərli tipin hər şeyi alt-üst etdiyi, iltihab yaratdığı, yağ istehsalını dəli kimi artırdığı bir xaosdur və beləcə heç dayanmayan bir qüsurlu dövran başlayır. Təbii ki, bu səhnəyə hormonlar da daxil olmalıdır. Androgenləri, yəni kişi hormonlarını dərinin yağ istehsalı zavodunda sürəti artır düyməsini basan bir menecer kimi düşünün. İnsulin kimi digər hormonlar da bu prosesi daha da gücləndirir və xüsusilə də yetkin qadınlarda, məsələn polikistik yumurtalıq sindromu kimi vəziyyətlər bu hormonal oyunu tamamilə dəyişə bilir. Heç düşünmüsünüzmü, niyə akne bəzi ailələrdə daha çox olur? Baxın, bu rəqəm hər şeyi deyir. 85%. Bəli, düz eşitdiniz. Tədqiqatlar göstərir ki, akne meyilliliyin təxminən 85%-i genlərimizlə bağlıdır. Yəni, bu məsələdə genetika həqiqətən də çox güclü rol oynayır. Yaxşı, genlərimiz və hormonlarımız əsas oyunculardırsa, deməli pehriz və stres də bu işdə onlara kömək edən cinayət ortaqlarıdır. Onlar tək başına akne yaratmasa da, yüksək şəkərli qidalar və ya stres kimi faktorlar mövcud alovu daha da körükləyərək vəziyyəti pisləşdirə bilər. Yaxşı, problemi kifayət qədər dərindən anladıq. İndi keçək həll yollarına. Görək müasir təbabətin arsenalında bu mürəkkəb düşmənlə mübarizə üçün hansı silahlar var? Ümumiyyətlə, yanaşma iki cür olur. Birincisi topikallar, yəni dəriyə çəkdiyimiz kremlər, gellər. Bunlar problemi çöldən həll etməyə çalışır. İkincisi isə sistemiklər, yəni həblər. Bunlar isə mübarizəni daxildən, bütün bədən səviyyəsində aparır. Amma söhbət ağır artilleriyadan, yəni şiddətli və inadcıl aknedən gedirsə, səhnəyə izotretinoin çıxır. Bu, aknenin müalicəsində əsl qızıl standart sayılır. Niyə? Çünki o problemin bütün cəbhələrinə, yağ istehsalı, məsamət xamması, iltihab eyni anda hücum edir. Sanki tək başına bütün ordunu idarə edir. Yaxşı, bəs dərmanlar işə yaramayanda və ya daha güclü bir şeyə ehtiyac olanda? Bax, o zaman texnologiya dövrəyə girir. Müalicənin növbəti səviyyəsinə, yəni yüksək texnologiyalar dünyasına xoş gəlmisiniz. Və bu sahədə sözün əsl mənasında bir inqilab yaşanır. Söhbət yeni nəsil 1226 nanometrlik lazerlərdən gedir. Bu cihazlar sanki istilik axtaran bir raket kimi inanılmaz bir dəqiqliklə birbaşa dərinin dərinliyindəki o aktiv yağ vəzlərini hədəf alır və onları sakitləşdirir. Bəs nəticələr necədir? Rəqəmlər özü danışır. Təxminən 70%. Düşünün, cəmi bir neçə seansla iltihablı sızanaqların orta hesabla 70%-i yox olur. Bu, həqiqətən də oyunun qaydalarını dəyişən uzun müddətli bir nəticədir.
Təbii ki, arsenalımız təkcə lazerlərlə bitmir. İşıq terapiyası var. Mavi işıq bakteriyaları öldürür, qırmızı işıqsa dərini sakitləşdirir. Kimyəvi peelinglər dərini yeniləyir, məsamələri təmizləyir. Və hətta fotodinamik terapiya kimi daha güclü metodlar da mövcuddur. Yəni, demək olar ki, hər vəziyyətə uyğun bir texnoloji həll var. Deməli, bu günə qədər olanları gördük. Amma elm heç vaxt dayanmır, elə deyilmi? İndi isə gəlin birlikdə gələcəyə boylanaq. Aknenin müalicəsində bizi nə gözləyir? Hazır olun, çünki gələcək həqiqətən də çox həyəcan vericidir. Bir anlıq təsəvvür edin. Dərinizdəki ancaq və ancaq pis bakteriyaları ovlayan ağıllı viruslar və ya sızanaqların yaranmasının qarşısını alan bir peyvənd. Hətta dərinin o pozulmuş ekosistemini bərpa edən probiotik kremlər. Xeyr, bu fantastik bir filmdən kadr deyil. Bu, hal-hazırda dünyanın ən qabaqcıl laboratoriyalarında üzərində işlənilən gələcəyin reallığıdır. Yaxşı, bütün bu məlumatlardan sonra gəlin ümumi bir yol xəritəsinə baxaq. Yüngül akne üçün nə etməli, orta və ağır hallar üçün hansı yolları seçməli, amma bir şeyi əsla unutmayaq. Bu sadəcə ümumi bir bələdçidir. Sizin üçün ən doğru planı, sizin dərinizin ehtiyaclarına uyğun strategiyanı ancaq və ancaq bir mütəxəssis, yəni dermatoloq qura bilər. Və bütün bunlar bizi çox fundamental bir sualın qarşısında qoyur. Əgər elm bizə öz genetikamızı, öz mikrobiomumuzu, yəni dərimizin unikal xəritəsini çıxarmaq imkanı verirsə, o zaman niyə hələ də hamı üçün eyni olan məhsullardan istifadə edirik? Bəlkə də o dövr artıq geridə qalıb. Bəlkə də dəriyə qulluğun gələcəyi tamamilə fərdi, yalnız və yalnız sizə özəl bir yanaşmadadır. Sizcə necə? Bu haqda düşünməyə dəyər.